düşüncəsi varmı ki, əgər İrandan kirli, radiasiya ilə kirlənmiş hava axını Azərbaycan ərazisinə daxil olarsa, vətəndaşları necə qorumaq olar? Bu barədə düşünən varmı? Niyə insanlara belə bir xəbərdarlıq edilmir? Hazırlıq üçün hansısa işlər görülmür? Əgər belə bir təhlükə yoxdursa, o zaman bunlar öz ailələrini niyə ölkədən çıxarırlar? Azərbaycanda az qala kütləvi qaydada çıxarılan bu ailələrin ehtimal edilən radioaktiv axınlardan xilası nəzərdə tutulursa, qalan əhalinin bu radiasiya ilə zəhərlənməsi hansı qayda və qanuna görə məqbul sayılır və onlar əhəmiyyətsiz itkilər kimi nəzərdə tutulur. Və bir daha bilginiz olsun, Azərbaycanın yüksək vəzifəli məmurları İrandan mümkün radiasiya axınlarına görə öz ailələrini ölkədən çıxarıb Avropalara yola salırlar. Özləri isə böyük ehtimalla xidməti maşınlarında da əleyhqaz gəzdirirlər. Və siz, dəyərli Azərbaycanlılar, sizi dəyərsiz Azərbaycanlılar qrafasına yazmaqlarından biraz rahatsız ola bilirsinizmi?